Aha. Deməli, Asiya haqqında bir dənə ümumiləşdirmə aparaq. Deməli, Asiya haqqında biz qeyd edəcəyik ki, deməli, dedik ki, Asiya, Şimali Asiya, Mərkəzi Asiya, Şərqi Asiya, Cənubi Asiya, Cənub-Qərbi Asiya, Cənub-Şərqi Asiya, üzr istəyirəm, Cənub-Şərqi Asiya və Şərqi Asiyadan ibarətdir. Düzdürmü? Necə baxaq. Bax, Şimali Asiya dedik ki, başdan başa Rusiyadan ibarətdir. Bu hissədə Qərbi Sibir ovalığını qeyd elədik. Dedik çökmə süxurla zəngindir. Bu hissədə Orta Sibir ovalığını qeyd elədik. Orta Sibir. Dedik ki, bu Orta Sibir yayla olduğu üçün filiz faydalı qazıntılarla zəngindir. Bəs Şərqi Sibir haqqında nə hansı fikri söylədim? Aha, almaz, platin kimi zəngin metallarla, qiymətli metallarla zəngindir. Burada 3 dənə dağ adı qeyd etdim. Hansılar idi? Sıxıtına. Nə idi? Stanovoy yox da, Sıxotə Ali. Hə, Sıxotə Alini qeyd elədik və dedik ki, bunlar nə yaşlıdır? Yəni, deməli, ümumi bizə fikir oyanır ki, bu hissələr Mezozoy yaşlı. Yəni, deməli, Şimali Asiyanın şərq hissəsi əsasən Mezozoy yaşlı süxurlarla zəngindir. Sonra bu Şimali Asiya haqqında bu qədər. Sonra Mərkəzi Asiyaya keçdik. Biz Mərkəzi Asiya haqqında dedik ki, Monqolistandır, Qazaxıstan, Türkmənistan, Özbəkistan əsasən Mərkəzi Asiya ərazisini əhatə edir. Əfqanistanı bayaq yanlışlıq olub. Əfqanistan da Mərkəzi Asiyaya aiddir. Deməli, Tacikistan da burada Qırğızistan kimi kiçik ölkələr də aiddir Mərkəzi deməli Asiyaya. Sonra Mərkəzi Asiya dedik, hündür dağlıq zirvələrdən təşkil olunmuşdular. Sonra burada biz bax bu hissələrdə Türk dünyasının ən hündür zirvəsi olan hansı zirvəni qeyd elədik? Soqori K2 zirvəsini 8611 metr. Ən aşağı nöqtə olaraq və ən aşağı olaraq isə Turfan -155 metri qeyd etmiş olduq. Sonra biz başqa nələri qeyd etdik? Hə, ümumi Mərkəzi Asiya haqqında, yəni bu qədər yəni məlumat başqa nə qaldı? Qoy görək nəsə ümumiləşdirmədiyimiz bir şey qaldımı? Hə, burada dedik ki, biz Mərkəzi Asiya haqqında Kunluşanla Tianşan dağlarının arasında hansı çökəklik yerləşir? Hansı? Tarim. Kunluşandan cənubda hansı yayla yerləşir? Tibet yaylası. Tibetdən cənubda hansı dağ yerləşir? Himalay dağları yerləşir. Ən hündür zirvəsi, planetimizin ən hündür zirvəsi olan hansıdır? Coğrafiyamız 8848 metr. Bunu da qeyd etdik ki, bizim üçün deməli Mərkəzi Asiyanın neynədir? Böyük bir hissəsini əhatə etmiş oldu. Sonra keçdik biz Mərkəzi Asiyadan danışdıqda ki, Cənubi Asiya. Cənubi Asiya deyəndə Pakistan, Hindistan, Bangladeş anında ağlımıza gəlir və bütövlükdə başdan başa demək olar ki, Hindistan yarımadası ilə əhatə olunub. Bəs Şərqi Avropa hansı düzənliklə əhatə olunmuşdur bütövlükdə? Hansı düzənlikdən? Bəli, Şərqi Avropa düzənliyindən əhatə olunmuşdur. Burada bir yayla var idi. Hansı yayladır? Dekan yaylası. Dekan yaylasının şərqində hansı dağlar var? Qərbində hansı dağlar? Şərqində var, qərbində qərbi dağları ilə neynəmişdir? Dedik ki, əhatə olunmuşdur. Sonra biz nələri qeyd eləməliyik? Bir saniyə. Tapınca ixtiyar. Saniyə səbirli olaraq. Aha. Şərqində şərqi, qərbində qərbi qat dağları ilə əhatə olunub. Başqa burada dedik ki, Hindistan yarımadasıdır. Hindistan yarımadasının şərqindəki yarımada hansı yarımadaydı? Çin yarımadası? Afərin, Hindi-Çin yarımadası. Afərin, Hindi-Çin yarımadası yerləşir.
Hindistan yarımadası region olarak hansı regiondadır? Asiyanın. Cənub-Şərqi Asiya regionundadır. Bu da belə. Deməli, biz dedik ki, bu Mərkəzi Asiya ilə Cənubi Asiyanın qərbində Cənub-Qərbi Asiya yerləşir. Bəs bu regionda Azərbaycan da bu regiondadır. Türkiyə, Azərbaycan, İran, İraq, İsrail, İordaniya, Ərəbistan ölkələri, sonra bu hissədən də İrana aid elədik. Biz Cənub-Şərqi Asiyada haqqında danışanda dedik ki, neft və qazla zəngin ərazidir. Bu ərazidə burada İran körfəzidir, yoxsa Qırmızı dəniz? Burada isə Qırmızı dəniz yerləşməkdədir. Tamamilə doğrudur. Və biz qeyd etdik ki, burada bax bu gördüyümüz bu hissədə Anadolu yaylası yerləşir. Anadolu yaylasının şimalında hansı dağ zirvəsi yerləşir? Hansı dağlar yerləşir? Cənubunda Tavı. İran yaylasının şimalında hansı dağlar yerləşir? Elbrus. Cənubunda Zagros dağları yerləşir. Tamamilə doğrudur. Elbrus dağının ən hündür zirvəsinin adı nədir və neçə metr hündürlüyə malikdir? 5610 metr. Sonra deməli biz bir də dedik ki, deməli bu hissədə, bax bu hissədə Anadolu yaylasında Türkiyənin ən hündür zirvəsi olan sönmüş vulkan yerləşir. Adı nədir və hündürlüyü nə qədərdir? 5165 metrdir. Tamamilə doğrudur. Aferin. Hər ikisi sönmüş vulkandırmı? Bəli, hər ikisi sönmüş vulkandır. Aferin sənə. Sonra biz keçirik Şərqi Asiya ərazisindən danışaq. Dedik Şərqi Asiyanın böyük bir hissəsini hansı ölkə əhatə eləyir? Çin əhatə eləyir. Biz bir də burada dedik ki, Cənub-Şərqi Asiyada hansı ovalıq var? Həmən ovalıq şimaldan və cənubdan hansı çaylarla əhatə olunub? Yəni həmin ərazisindən keçir. Dəclə və Fərat çayları. Atatürk və Keban su anbarları Dəclə çayı üzərindədir, yoxsa Fərat? Fərat çayı üzərində. Keçməmişik, amma yadda saxla ki, Fərat çayı üzərində. Afərin sən. Sonra burada bir düzənlik var Şərqi Asiyada. Nəhəng düzənlikdir. Adı nədir? Böyük Çin düzənliyi. Yansız çayı Böyük Çin düzənliyinin şimalından axır, yoxsa cənubundan? Cənubundan axır. Şimalından Xuanxe çayı axır. Xuanxe. Dedik ki, Sarı dəniz niyə Sarı dəniz adlandırılır? Bəli, Xuanxe çayı killi suxurların yayıldığı ərazidən keçdiyi üçün suyu sarı rəngə boyanır və dənizin suyunu da sarı rəngə bənzədir. Buna görə də Sarı dəniz adlanmaqdadır. Sonra Böyük Çin düzənliyində adını qeyd etdik. Biz Şərqi Asiya ilə bağlı başqa nəyi qeyd etməliyik? Burada bir də bayaqlarını qeyd etmədik. Böyük və Kiçik Xinqan dağları, məsələn, biri buradadır da, indi rəngi silsəm, Böyük və Kiçik Xinqan dağları var. Və bu dağlar yerləşirlər öz növbəsində Şərqi Asiyada. Yəni, bax, gördüyüm bu hissədə böyük, bu dəniz sahil hissələrdə isə Kiçik Xinqan dağları yerləşir. Bu da belə. Bunlar da yadda saxla. Böyük və Kiçik Xinqan dağları. Sonra. Əsasən dedik ki, bu ərazi seismik cəhətdən aktivdir. Səbəb nədir? Bəli, Sakit Okean litosfer tağısı Avrasiya ilə toqquşduğu üçün. Dedik ki, Yaponiya 4 böyük adadan ibarətdir. Adları yadında qaldı mı? Shikoku, Honshu, Hokkaido, bax, dedik ki, Honshu, yazaq bura. Honshu, Küsü, Shikoku, bir də Hokkaido.
Nəhlət də Hokkaido. Bir də oldu Hokkaido. Düzdür? İkisi H hərfi ilə də, hönsü ilə Hokkaido. Bu da qafiyədir də, Shikoku küsü. Yadda qalar. Ha? Hönsü küsü, bax bunlar qafiyə düz üstü. Hönsü küsü, küsü ilə hönsü, Shikoku Hokkaido. Shikoku hönsü küsü Hokkaido. Belə də yadda saxlaya bilərsən. Yaxşı. Bu da belə 4 böyük ada 10 minə qədər kiçik adadan ibarətdir. Dedik bu ərazi nə adlanır? Sakit Okean Odlu Qövsü adlanır. Aha, keçək biraz da Cənub-Şərqi Asiyadan danışaq. Deməli, Cənub-Şərqi Asiyanın digər bir adı da var. Beynəlxalq arenada region olaraq ASEAN adlanır. ASEAN. ASEAN adlanır. Buranın digər adı ASEANdır. Deməli, bu da belə. Sonra biz bu hansı yarımadadır? Hindistan. Burada 4 dənə böyük ada var. Adlarını çək. Bax, bu ada hansı adadır? Göstərdiyim. Nə adası? Sumatra. Onun cənubundakı ada nədir? Quyruğu. Bəs bu adanın adı nədir? Digər adı? Digər adı nədir? Borneo. Afərin, afərin. Bəs Borneo'nun cənubundakı ada nədir? Sulawesi, afərin. Bunlar birlikdə nə adlanır? Böyük son adaları adlanır. Tamamilə doğrudur. Aha, dedik bura Böyük Son adaları və Hindistan yarımadasından ibarətdir. Əsasən bura, bax bu Şərqi Asiya, Cənub-Şərqi Asiya, bax qara ilə belə çəkim göstərim. Bax bunu yadda saxla. Bax bu Şərqi Asiya, Cənub-Şərqi Asiya, bir də Cənubi Asiya. Bunlara musson yağışları təsir edir. İqliminə də musson təsir edir. Bax bura musson yağışları yağır. Bax gördüyün bu ərazi. Yadda qalar. Ha, bu da belə. Cənub-Şərqi Asiya haqqında da deməli, burada da bizim böyük bir ovalığımız yerləşir. Bir dəqiqə təmizləyə bilsək. Aha, burada bizim böyük bir ovalığımız yerləşir. Necə? Nə ovalığı? Bəli, bəli, doğrudur. Mekong ovalığı yerləşir. Bax, gördüyüm bu hissədə Mekong ovalığı yerləşir ki, bu da olduqca bizim nəhəng nəyimizdir? Ovalığımızdır. Burada dağlar meridianal istiqamətdədir. Yəni, bax, bu meridianal istiqamət belədir də, düzünə. Yəni, bu şəkildə. Meridianal istiqamətdə uzanmışdır. Yəni, burada yarımadanın formasına görə belə çəkdim. Əslində, meridianlar belədir. Sonra, biz burada bir neçə vulkanların adını çəkdik də. Dedik ki, Filippinin şimal adası nə adlanır? Luzon. Cənub adası? Mindanao. Apo Mindanao'da yerləşir, yoxsa Luzonda? Luzonda hansı vulkan yerləşir? Pinatubo. Afərin sənə, afərin. Sən mənə de görüm, Sumatra adasında hansı iki vulkan yerləşir? Krakatau ilə Kerinci. Hə, Kerinci. Bəs Semeru harada yerləşir? Yavada yerləşir. Doğrudur, doğru. Vulkanlarla tanıdıq. Hə, deməli, Asiya haqqında danışdıq. İndi bir dənə ümumi Avrasiyanın neftli qazlı ərazilərinə baxaq. Görək hansı faydalı qazıntılar hansı hissələrində yayılıb, onlara baxaq. Deməli, Avrasiyada ümumi biz neft və təbii qaz neft yataqları deyəndə biz İran körfəzini qeyd edəcəyik. Sonra Mesopotamiya ovalığını qeyd edəcəyik, bu hissəni. Sonra biz qeyd edəcəyik Ərəbistan yarımadasını. Yəni, gördüyün Ərəbistan yarımadasını. Sonra Turan ovalığı dedik də buradadır. Sonra Qərbi Sibiri, bax görürsən bura Qərbi Sibir. Volqa boyu, yəni Volqa boyu da bu hissədə idi də, Volqa çayının artıq istiqədə Volqa boyu. Sonra Xəzər dənizi, birlikdə Xəzər dənizinin sahilləri, şelf zonası. Sonra
aşağı Dunay ovalığında, yəni aşağı Dunay ovalı, yəni söhbət Avropadan, Avrasiyadan getdiyi üçün həm Avropa, həm Asiyanı götürürük. Aşağı Dunay ovalığı da, yəni gördüyüm bu hissədədir. Yəni burada Dunaydır, bu hissədə aşağı Dunaydır. Sonra Şimal dənizi, Şimal dənizində bayaqlarını göstərdim də sənə. Bax bu hissədə Şimal dənizidir. Baba burada Şimal dənizidir. Ümumilikdə yəni neftli qazlı ərazi deyəndə, bax birləşdirəndə görürük ki, biz bu Ural dağlarının qərb ətəklərindən başlasaq, bu istiqamətdə gəlsək, İran körfəzinin cənubundan keçsək, Ərəbistan yarımadasında götürməklə belə bir elə ayaqqabı alırıq. Aydın oldu. Bir də bu hissədən götürürük aşağı Dunayı, bir də Şimal dənizidir. Şimal dənizinə görə də Avropada neftlə qazından əsasən fərqlənən, bax yadda saxla. Deməli, Avropada qaz ehtiyatlarına görə fərqlənir Hollandiya, qaza görə Hollandiya, Böyük Britaniya, qaza görə. Ən çox Hollandiyadır birinci yer. Neftə görə birinci Norveçdir. Onlar da Şimal dənizi sahillərindən götürürlər də, hər ikisi Şimal dənizi sahilləri. Yəni neftli qazlı ərazi deyəndə deməli Hollandiya, Norveç, bir də Böyük Britaniyanı götürə bilərik. Yadda qalar. Yəni Avropada bura neft qaz yoxdur, elə bir şey deyil. Elə bir şey yadda saxlamaq olmaz, yanlışdır. Aydın olur. Aha, indi neft qazdan danışdıq. Bir də daş kömür. Daş kömürün ən iri yataqları Almaniyadadır. Bax, yadda saxla. Almaniya, Almaniya. Belə bir şərti işarəmiz var bizim. Belə bir şərti işarəmiz var. Bunun içərisi də belədir, bax. Belə olur içərisi. Şərt işarələrə baxmışsan. Bu yadına gəlir. Bu nə olar? Nədir? Yox. Kömürdür. Amma daş kömürdür. Aferin sənə. Qonur kömürdür. Bəli, bəli, bəli. Qonur kömür. Almaniya qonur kömür ehtiyatına görə dünyada liderdir. Yaxşı, yadda saxla. Qonur kömür ehtiyatına görə dünyada liderdir. Sonra Polşadır. Dedik biz Almaniyadır. Sonra Almaniyanın burada Fransanın ərazisini göstərmişəm. Səhv eləmirəmsə. Gözlə. Ərazini səhv götürdüm. Hə, biz dedik ki, bura Fransadır, Şimali Almaniyadır. Almaniyadır, sonra Polşadır, Böyük Britaniyadır, sonra Çindir, daş kömürə görə Avrasiyada Çindir, daha sonra Qazaxıstandır, sonra Türkiyədir, sonra Sibirdir, yəni Sibirdə bu Rusiyanın şimal hissəsidir. Bura əsasən almaz, bahalı əşya, bahalı daşlar, yəni çox qiymətli daşlarla, platin ehtiyatlarla zəngindir Sibir ərazisi. Sonra Rusiyadır, Rusiya Sibir tərkibində olduğu üçün Rusiyada bildik ki, aiddir. Bir də Ukraynadır. Bu hissədə Ukraynadır. Daş kömürlə zəngindir. Yəni daş kömür deyəndə Böyük Britaniya, baba burada da belə bir halqa yarada bilərik də biz. Bax, Avropada da belə bir dairə yarada bilirik. Bax, Avropada belə bir dairə. Böyük Britaniya, onun qonşusu, yəni belə deyək də, Şimal dənizindən qonşusu Almaniya, sonra Polşa, daha sonra biz burada hansı ölkəni qeyd eləmişik, Ukrayna, sonra burada dedik Türkiyə, Ereğli Zonguldakdır Türkiyədə daş kömür yataqlarının adı, sonra Qazaxıstan, Çin, bir də burada Sibir ərazisini qeyd etdik ki, daş kömür ehtiyatlarına görə fərqlənir. Və daş kömür əsasən tədarük edilmir. Daha çox dünya bazarında öz aktuallığını itirmiş ehtiyatdır. Yəni qabaqlar kömürlə işləyən gəmilər, avtomobillər belə var imiş deyə neft qədər zəngin imiş də, qiymətli imiş. Sonra zaman keçdikcə artıq öz əhəmiyyətini itirib. Bu da belə. Deməli, neftə görə dedik ki, neftə görə biz belə bir halqa, bax, çalış göz yaddaşı ilə yadda saxlayasan, sonra o asan olacaq sənin üçün. Biz deməli, neftə görə dedik ki, neft adlı yerəndə, dedik ki, bizim üçün belə bir zona çəkə bilərik, xət. Bizim üçün olar neftlə zəngin ərazilər. Amma daş kömür deyəndə, dedik ki, biz belə bir xət çəkə bilərik. Daş kömür də belədir. Yaxşı. İndi əlavə nələr dedim, onları da yadda saxlayasın. Bunlar da belə. Sonra bizim burada Asiyada başqa nəyimiz var? Asiyada bizim dəmir filizinin ən iri yataqları var. Dəmir filizinin ən iri yataqları bizim adambaşı istənilən ehtiyata görə
geridə qalan ölkələrimizə aiddir. Yəni niyə? Çünki dünyanın 5 milyardlıq hissəsi bu iki ölkədə yaşayır. Yəni Hindistan və Çin dəmir filizinə görə, eləcə də biz dəmir filizinə görə biz Skandinaviyanı qeyd edəcəyik. Bu ərazi dəmir filizi ilə zəngindir. Sonra biz Fransanı qeyd edə bilərik dəmir filizinə görə. Fransanı, bir də Şərqi Avropa düzənliyini, bax bu hissəni. Ural dağlarındakı öz yerində. Yəni Ural dağları dünyanın ən zəngin dəmir filiz yataqları ilə zəngindir. Ural dağları. Yəni biz dəmir filiz deyəndə dedik ki, Hindistan və Çini götürürük Asiya hissəsindən. Avropadan Uraldan başlayırıq. Uraldan qərbə doğru gedirik. Yəni burada Şərqi Avropa düzənliyi, Norveç, bir də Fransanı qeyd etdik ki, dəmir filizi ilə zəngindir. Bizim burada bundan əlavə Sink-Qalay Wolfram quşağımız var. Sink-Qalay Wolfram quşağı deyəndə Asiyaniyada düşür. Yəni Cənub-Şərqi Asiya regionu. Məhz bu zona, yəni bu Hind-Çin yarımadası, böyük son adalarının olduğu isə bizim üçün hesab olunur Sink-Qalay Wolfram quşağı. Sonra qızıl yataqlar isə Hindistan, Qazaxıstan, Sibir, eləcə də Özbəkistan. Dünyada əsasən Özbəkistandır, Qazaxıstandır. Sonra qızıl ehtiyatlarına görə Sibiri bir də qeyd elədik ki, yəni bu Sibir qiymətli daşlara görə liderdir. Aha. Yorulmadın ki. Aha. Biz deməli ümumi faydalı qazıntılara baxdıq. Deməli dedik neft qaz deyəndə yadda saxlayırıq ki biz neftli qazlı ərazi şimalda Qərbi Sibirdir. Qərbi Sibir. Ümumiləşdirək bir də. Qərbi Sibirdir, Turan ovalığıdır. Sonra buradan gəlirik İran körfəzidir, Ərəbistan ölkələridir, yəni quru ərazilərindən də çıxır. Sonra neftli qaz deyəndə Xəzər dənizinin şelf zonasıdır. Bu ərazilər, sonra Şimal dənizinin sahilləridir. Şimal dənizinə görə dedik, Avropada ən çox neft ehtiyatına malik olan ölkə hansıdır? Norveç. Qaza görə Hollandiya və Böyük Britaniya. Afərin sənə. Deməli belə, neft qazı dedik. Sonra dedik ki, daş kömür populyarlığını itirib, amma yenə də bilməliyik. Daş kömürə görə Hindistandır, Çindir. Sonra biz burada qeyd etdik ki, Böyük Britaniyadır daş kömürə görə. Almaniya hansı ehtiyata görə dünyada birincidir? Afərin, qonur kömürə görə birincidir. Sonra Almaniyadır, Polşadır, Ukraynadır. Biz qeyd elədik ki, bunlar öz növbəsində daş kömürə görə fərqlənən ölkələrdir. Sonra biz qeyd etdik ki, daş kömürdən başqa Sink-Qalay Wolfram quşağı var. Bu hansı regionumuzu əhatə edir? Bəli, Cənub-Şərqi Asiya regionunun digər adı nədir? Yox, o Borneo adadır, Kalimantan. Asiyan, bəli, Asiyandır. Sonra dedik qızıl ehtiyatlarına görə fərqlənən ölkələr hansılardır? Hə, Sibir, sonra Qazaxıstan və Özbəkistan. Qazaxıstan və Özbəkistan, bir də Hindistan. Hindistan qızıl pisində. O zamanlar, yadında saxla, qədim zamanlarda Hindistanı bizə nə adlandırırmışlar? Hindistanı Böyük Britaniyanın deməli tacı adlandırırmışlar, tacı. Böyük Britaniyanın müstəmləkəsi imiş. Sən fikir ver də, Böyük Britaniya buradadır. Bax da indi sən işə. Böyük Britaniya buradadır, Hindistan da buradadır. Hindistan Böyük Britaniyanın müstəmləkəsi imiş o zamanlar. Ona görə inkişafı bir qədər ləngdir. Və Hindistan Böyük Britaniyanın müstəmləkəsi olub. Yəni onu da bu sözümdən yadında saxla ki, yəni qiymətli daşqaş Hindistanda var. Hindistanda hansı yayla yerləşir? Dekan yaylası. Doğrudur. Bəli. Bir də Dekan yaylasının şərqi, qərbi hansı dağlarla əhatə olunub? Afərin. Şərqi qat və qərbi qat dağları. Nə qalaq? Şimali Amerikadan danışaq, yoxsa bunu növbəti dərsimizdə saxlayaq? Yoruldun? Biraz. Hə, yaxşı. Oldu. Onda növbəti dərs, sabah onsuz normal dərsimiz var. Sabah var. Çalışaq həftə içi sənin növbəti dərsimizi təşkil edirik. Yaxşı. Bunları ləngitməyək. Hə. Bu indi video yarım qaldı. İndi çalışacağam ki, bunları tapam, yükləyəm YouTube-a, yarım qalan hissələrdə. Onsuz yenə də mən keçdiyim dərsdən sonra bir də baxırsan xəritəyə. Atlası qoyursan qabağına. Bir baxırsan. Çünki
sənə düşəcək olan sual mütləq atlasda qeyd olunan, yəni atlasda görmədiyin heç nə düşmür abituriyentə. Gözün nə görürsə atlasda onlar düşəcək. Çünki nömrə işarə qoyur xəritə üzərində. Deyir bu obyekt nədir, bu nədir? Məsələn, bu coğrafi obyektin adını qeyd elə və yaxud dağlıqdırmı, düzənlikdirmi? Məsələn, verir qərbi Sibirin olduğu ərazini, deyir bu ərazi neftlə, qazla zəngin ərazidir. Məsələn, onu bilirsən ki, Qərbi Sibir nəzəriyyə olaraq neftlə qazla zəngindir. Sadəcə mövqe olaraq da bilmək lazımdır. Yaxşı? Hə, afərin. Dediklərimi də qeyd elədim dəftərə. Hə, afərin sən. Sualın var mənə? Hə, olsa da WhatsApp-da yazsan da onsuz.